Deyirlər, əgər evdə uşağın səsi gəlmirsə, bu nəsə böyük bir təhlükədən xəbər verir. Nə vaxt ki, Merlinin evdə səsi gəlmir, mən belə gözlənilməz sürprizlərlə qarşılaşıram. Ondan sonra da geriyə silinməz izlər qalır. Mənim iş artıran qızım. Düşdüm. Maç. Aman tanrım, divandan çıxan çirkə baxın. Uşaqlı evdə bundan artıq nə gözləmək olar ki? Bu dəfəki ləkələri heç özüm həvəslənib çıxarmağa çalışmadım, çünki heç çıxana da oxşamırdı. Dünən ona görə sorğu keçirdim ki, mənə təmizlik şirkəti məsləhət görün. Çoxunuz mənə təmizlik xidməti Fuadoğlu'nu yazdınız. Onlara Instagramda şəkillərini attım və divanın, bu ləkələrin. Mənə güldülər ki, bu ləkələr nədir axı, biz nə ləkələr görmüşük. Heç narahat olmayın, divanınızı elə təmizləyəcək ki, sanki yeni almısınız. Divanın gözünə matrası da qatdım, hər birinin ləkələrini təmizlətdim, çox sağ olsunlar, çox razı qaldım xidmətlərindən.